Salam, bugün sizə ədəbiyyatda yuxu görən obrazlar haqqında danışmaq istəyirəm. İlk öncə Dədə Qorqud dastanı ilə başlayaq. Dədə Qorqud dastanında Qazan xanın evinin yağmalanması boyunda Qaraca Çoban və Qazan xan obrazları qara qayğılı yuxular görürlər. Qaraca Çoban gecə yatanda qara qayğılı yuxu görür. Hövlnak ayağa qalxır, qardaşları qaban gücü ilə dəmir gücünün yanına çağırır. Ağlın qapısını bərkidir, 3 yerdə təpə kimi daş yığır və sapandını da əlinə alır. Bəli, kafir Qaraca Çobanın üzərinə hücuma keçməyə hazırlaşırdı. Çünki Qazanın evini yağmaladıqdan sonra ona daha çox ziyan vurmaq istəyirdilər. Bundakı Dərbəndəki qoyunları aparmaqla həyata keçirəcəklərini düşünürdülər. Qaraca Çoban isə əvvəlcədən hazırlığını görmüşdü və bu hücumun üstəsindən gəlir. Ancaq qardaşları qaban gücü ilə dəmir gücü bu döyüşdə şəhid olurlar. Digər bir obrazımız isə Qazan xandır. Qazan xan da gecə ovda qara qayğılı yuxu görür. Bəs Qazan xan yuxusunda nələr görmüşdü? Qazan xan yuxuda görür ki, hündür evin üzərində ildırım çaxır. Onun yumruğunda çırpınan bir şahin quşunu əlindən alır. Qatı qara buludlar, dumanlar düşərgəsinin üstünə alır. Qara dəvənin ənsəsindən qapdığını görür. Quduz qurtların evini dəldiyini, evinə soxulduğunu görür. Saçlarının uzandığını, gözünün önünü örtdüyünü və 10 barmağının da qan içində olduğunu görür. Qazan xanın yuxusunu isə Qara Günə yozur. Qara Günə bəs onun yuxusu haqqında nələr deyir? Deyir ki, bu saç qayğıdır, dərd sərdir, qan qaranlıqdır. Bu qara buludlar sənin taleyindir, qar ilə yağmur isə sənin qoşunundur. Ancaq Qara Günə yuxunun hamısını yozmur. Deyir, bir qismini də Allah yozsun. Mən yoza bildiyimi yozdum. Digər bir obrazımız isə Səməd Vurğunun Vaqif piyesindəndir. İbrahim Xəlil xan obrazı. İbrahim Xəlil xan yuxusunda görür ki, Cıdır düzü tamamilə bir qan dənizidir. O isə bu dənizin ortasındadır. Dörd bir tərəfdən qayıqlar onu dövrəyə alır. Bir qayıqdan kəmənd atılır onun boynuna və onu öz tərəfinə çəkməyə başlayır. Bu qayıqdakı isə Qaçaq Eldar idi. Qaçaq Eldar İbrahim Xəlil xanı həmin dənizə basır və deyir ki, bu tökdüyün qanlardan buyur, doyunca iç. İbrahim Xəlil xan yuxusundan narahat olmuşdu. Onun bu yuxusunu isə şeyx yozur. Şeyx isə ona yaltaqlanaraq bu yuxunun narahatçılıq tələb etmədiyini deyir. Deyir, dəniz qovşuqdur, qan isə aydınlıqdır. Digər bir obrazımız Hüseyn Cavidin ana piyesi, ana mənzum faciəsindən olan Səlman obrazıdır. Biz Səlman Hanım monoloqundan öyrənirik ki, o hər gecə qanlı rüyalar görür və bu qanlı rüyaların pis bir xəbər gətirəcəyinin qənaətindədir. Əsər, onu da qeyd edeyim ki, Səlman Hanım monoloqu ilə başlayır, ilk monoloqunda bu məlumatı qeyd eləmişdi. Digər bir obrazımız Qanlı Bənövşədən Zərif obrazdır. Zərif elə əsər bununla başlayır. Zərif çox qorxulu bir yuxu görür. O görür ki, yuxusunda qonşuları erməni olan Siranuş xala onu boğur. Suren əlində deməli qılınc var. Bu qılıncdan qan damcılayır. Bu qan onun paltarına, üstünə də dağılıbdır. Gözlərindən də qan damcılayır və onun qanlı gözləri qılıncdan daha qorxunc görsənirdi. Onların qızları Süren ilə Roza isə ətəklərində çoxlu daşlar var və hər an hazır vəziyyətdə dayanıblar ki, bu daşları Zərifin üzərinə atsınlar. Zərif bu yuxusunu anasına danışır. Ancaq anası heç bir söz demir yuxu haqqında. Ancaq Zərifə elə gəlir ki, anası ondan daha çox qorxubdur. Digər bir obrazımız isə Koroğludur. Həmzənin Qıratı qaçırması qolunda Koroğlu görür ki, Toqatdadır. Hasan Paşanın qarşısındadır. Qıratda altındadır. Koroğlu bəs bu yuxunu nə vaxt görmüşdü? O 3 gün, 3 gecə ağzı üstə yatır. 3 gün tamamında belə bir yuxu görür. Digər bir obrazımız Dəhnamə. Şah İsmayıl Xətainin Dəhnamə poemasından olan aşıq obrazdır. Aşıq əvvəlcə sevgiyə heç yaxın durmur, sevənləri əbləh adlandırır. Amma bir gün yuxusunda bir pəriyə vurulur. Və ondan sonra onun gündüzləri qısalır, gecələri uzanır. Allaha yalvarır və dərdinə bir çarə tapılmasını istəyir. Bu qədər. Bugün ədəbiyyatımızda yuxu görən obrazlarla tanış olduq. Digər bir videoda isə başqa məlumatlarda görüşərik. Sağ olun.